Salam dostlar. Bugün bu pulları sayacağıq. Hem de bunun ne olduğunu araştıracağıq. Ya şey yoldaşımlar. Hə. Birinci gəlib bunları sayaq. Gəlin, bir sayaq. Mən bu manatları sayım, sən doları. Ayrı. Mən nə saydım özümə ən çatırdım. Ay olsun. Eşidim. Neçə mal oldu? Say da ana. Bu ayır ana ayır. Ayırma say. Təxmini bir 5.000 olar. Ola bilməz. Məncə 4.000 olar. Məncə 4. Eurolar sən say, dolarlar Dostlar, sizin təxmininiz nədir? Yorumlara yaza bilərsiniz. Bu qədər puldur. Saxta adamsın. Yaxşı, getdik. Normal say. Dostlar, avrolar bizim pul vahidi ilə manat ilə 1 avro 2 manatdır. Yəni 10 avroda 20 manatsa sayaq. 10 burada 10 eurodursa 20 manat. 6 tane 20 manat var. Bence 12 ise 120 manat var 20'den. 40 manat. Sonra ise 60 manat. Burada da 20 var. 20'dirsə burada 40 manat. Burada 100 manat olacaq. 140 manat. 180 manat. Burada da euro var. Ona göre de nedir? 100 manat eləyir. 100 manat. İşte 200 mesela 240 200 340 sonra da 440 100. Bu ne 100? Dostlar başlayın, video özündən çıxdı. Biraz mürəbbəni sallıq. Başlayın. 100 400 400 hep bu da olacak 150 manat. Yok ay 150 eləməz. 500 120 yok 200. 200 ise burada olacak 200 gelsek 540 eləyəcək 540 740 1000. Burada 1000 manat var. Burada da 740 1120 manat varsa 1120 manat var. 740 manat. Bu da 200 euro olacak. 740 neçədir? 740 ise 200 de olacak. 400 manat. 400 manat gelsək 1140 manat edəcək. 1140 üstüne de yine gələcək. 200 euro. O da eləyəcək. 2000 manat. Yo ne? 2020. 1140 manat, 1540 manat edəcək. Burada da 500 euro var. Bu da 1000 eləyəcək. Eləyəcək 2000. Burada 2440 manat var. İndi isə dolarlarımıza keçək dostlar. 2320. Burada indi bizim pulumuz ilə 2500 manat ilə dolar 1 dolar 1 manat 70 qəpikdir. İndi burada 10 dolar var. Buradan özü 17 manat. 34 manat. Sonra dostlar 34 üstə 17 gəldi. 51 manat. Sonra 51 manat eləyəcək. Kalkülatörünü gətirin. Gətir. Dostlar beynimizde hesaplayamayacaq deyə Kalkülatör gətiririk. geçən mürəbbə. Zavod mürəbbəsi. Zavod? Zavod mu? Doğa hə. Doğa mən deyirəm. Ne? Ay soru tarısı. De burada neçə manat var? Burada mı? Hı. Bilmirəm. 51 manat. Ne? Təzim mən yerik. Say bunlar. Say. Ona bəs nə? 51 10 30 dolar. 50 70 90 140 240 340 dolar 350 dolar 5
450 dolar. Min. İkisi min. 950 dolar. Bu da olacak 1450. 1450 doları vırı 1.70 ama. Nasıl pul olarak da? Pul olarak Heç da olmaz. 1.70. Burada. 2975 manat. Kimin burada görsənirsə elə belə. Yəni bu qədər pul eləyir. Dost 2975 manat eləyir. Bura bunlar neçədir? Bunlar neçəymişlər? Nasıl? 4000 manat. O yox. Yox, 1000 neçə manat idi. Siz videonu dairələyib baxa bilərsiniz dostlar. Hamısı birlikdə bizə video... Hamısını birlikdə siz hesablayıb yorumlara yazarsınız. Biz də baxıb ürək ata bilərik. Ya da like. Dostlar, kaput şey də gətirlər. Bir dənə kompüters var. Deneyək. Arada bir mürəbbələr də düşdü. Dostlar, burada belə bir şey var. Dostumundur. Dostumda qəlbə şeylər var. BBC verir. Belə kompüter kimi bir şeydir. Bu da kalkulatordur. İşləyir mi? İşləyir. Burada da böyle bir qəlbə şey var. Siz bilirsinizsə yorumlara yaza bilərsiniz. İndi biz də ChatGPT-dən baxacağıq. Görək nədir. ChatGPT mamamın telefonundadır. Ay bu məktəb oxumaq olar. Ay yox. Şeydə çətin hesablayanda. Gün şahında. Aha. Məktəbdə gün var. Nə yoxdur. Var da Dostlar, sən oturduğun yerdədir. Bu dostlar gün ışığındadır. Bunu neçə verirsən ha? Ay nə bilim. Necə niyə satırsan ki? Bunun daşı yeri yoxdur. Qılıb. Qoy ChatGPT gətirim. Əslində ChatGPT-ni gətirmirəm, telefon gətirir. Dostlar, bu yeni kanalımızda gülmək şeyləri eləmək üçün əlimizdən gələn hər şeyi deyirik. Ona görə də bacardığımız qədər like atar. Kanal sahibi benim. Bu arada. Maraq qatan da mən. Söz gör. Bunu bilik. Bunun döcürdən demək yoxdur. Gərək yoxdur. Gör nədir? Yüzüm seçini çəkir. Birinci. Çək görək. Kamerayı görsək. Mənə. Görsək görək. Dostlar göstərəcək. 1 saat gözləyəcək bunu. Ne yazın bura? Denən ki, yaz ki bu nə? Türkçe, Türkçe. Türkçe. Hı. Yaz ki bu nə? Yine çıxdı. Dostlar bağışlayın. Elə harda bir çıxır. Adam da nirvilənir. Mürəbbəmiz də görsənir. Eşyamız. Araştırır hələ. Hə. Deyək ki, bu fotoğrafda çıxan bir pəncərə tipi dijital sayaç ve elektronik zikirmatik gibi görünüyor. Küçük avuç içi kadar üzerinde sayma düğmeleri olan bu tip cihazı genellikle tespit çekmek, zeki çekmek için kullanılır. Slide çekmek. Böyle de dostlar bu böyle şeyler de. Bu deyini slide çekmek zaten. Nereden sözünü? Gəlin dostlar, indi isə bunu denəyəcəyik. Gəlin çölə çıxaq. İnşallah gün vardır. Yoxlamayıq ya da. Ne? Elə. İstəməyəcək. Ya da istemez var. Nəsə gün işləmir, ekran yatar. Mən belə eləyirdim. Telefonu yandırırdım gözə. Ama gözlərim. Bura tuturdum bax. Belə. Görsən? Gəlir. Hə. Amma belə eləyəndə görsən. Şuradan. Onu tutturmaq lazımdır. Dostlar bu kadar video. Bu kadar. Daha sonra. Sağ olun. Sağ olun.